Bismillahirrahmanirrahim. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm öz adına ey Allah, bütün kamal və camal sifətlərini özündə cəm edən, vacibül vücud, zatən qəni olan varlıq. Ey Rəhman, rəhməti həddindən artıq olan, rəhməti həm möminə, həm də kafirə şamil olan. Ey Rəhim, rəhməti sabit olan, kəsilməyən. Ey Kərim, ehsan və nemət sahibi. Ey Müqim, ey Əzim, əzəmətli. Ey Qədim, əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan. Ey Əlim, sonsuz elmli. Ey Həlim, qəzəbinin onu təhrik etmədiyi kəs. Ey Həkim, hakim, hikmət üzündən iş görən. Hər bir eyb və nöqsandan pak və münəzzəhsən. Ey o kəs ki, səndən başqa heç bir məbud yoxdur. Bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb. Ey seyyidlərin ağası, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey yaxşılıqları sevən, ey xətaları bağışlayan, ey istəyənlərə əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey məxfi şeyləri bilən, ey bəlaları dəf edən, ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey kömək edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey həmd edənlərin ən yaxşısı, ey zikr edənlərin ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı. Ey o kəs ki, yalnız sənin üçündür izzət və camal. Ey o kəs ki, yalnız sənin üçündür qüdrət və kamal. Ey o kəs ki, yalnız sənin üçündür mülk və cəlal. Ey kəbir və mütəal. Ey ağır buludları vücuda gətirən. Ey intiqamı şiddətli olan. Ey hesablara çox sürətlə yetişən. Ey cəzası şiddətli olan kəs. Ey o kəs ki, gözəl savablar sənin yanındadır. Ey o kəs ki, ümmül kitab sənin yanındadır. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm. Öz adına ey Hənnan, ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi. Ey Mənnan, bir şeyi istəməzdən qabaq əta etməyə başlayan. Ey Deyyan, qəhhar, məxluqatı öz itaətinə vadar edən. Ey Bürhan, ey Sultan, ey Rizvan, ey Qüfran, məğfirət sahibi, tövbə edən bəndənin günahını silib yerinə savab yazan. Ey Sübhan, hər bir eyb və nöqsandan pak və münəzzəh. Ey müstəam, kömək istənilən. Ey nemət və bəyan sahibi. Ey o kəs ki, hər şey sənin əzəmətin müqabilində zəlildir. Ey o kəs ki, hər şey sənin qüdrətin müqabilində zəlildir. Ey o kəs ki, hər şey sənin izzət və şövkətinin müqabilində zəlildir. Ey o kəs ki, hər şey sənin heybətindən xazədir. Ey o kəs ki, hər şey sənin xəşyətin müqabilində zəlildir. Ey o kəs ki, dağlar sənin qorxundan parçalanır. Ey o kəs ki, asimanlar sənin əmrində bərqərardır. Ey o kəs ki, yerlər sənin izninlə müstəqərdir, sabit, qərarlaşmış. Ey o kəs ki, şimşək həmd ilə sənə təsbih deyir. Ey o kəs ki, öz məmləkətinin əhalisinə, öz bəndələrinə zülm etməz. Ey xətaları bağışlayan, ey möhnəti,
qəm-qüssəni dağıdan, ümidlərin sonu, ey ətaları böyük, vüsətli olan, ey hədiyyələri bəxşiş edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən, ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey məcd və rəfət, uca məqam sahibi, ey əhd və vəfa sahibi, ey əf və riza, razılıq sahibi, ey minnət, nəmət və əta sahibi, ey fəzl və fərman sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey zahiri və batini nəmətlər sahibi. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm, öz adına ey mane, övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən. Ey dafe, möminlərdən bəlaları dəf edən. Ey rafe, möminlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən. Ey sane, kainatı ixtira edən. Ey nafe, istədiyi layiqli bəndələrə xeyir yetirən. Ey same, eşidən. Ey came, cəm edən. Ey şafe, şəfaətçi. Ey vase, istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzisi və rəhməti bütün məxluqata şamil olan. Ey müin, köməkçi. Ey hər şeyin yaradanı, faili. Ey bütün məxluqatın xəlq edəni. Ey bütün ruzi verilənlərin ruzi verəni. Ey bütün mülkiyyətdə olanların maliki, sahibi. Ey bütün qəm-qüssə və çətinlikdə olanların qəm-qüssələrini dağıdan. Ey bütün müsibət görənlərin qəmini dağıdan. Ey bütün mərhumlara rəhm edən. Ey bütün köməksizlərə kömək edən. Ey bütün eyblilərin eybini örtən. Ey bütün qovulmuşların pənahı. Ey çətinliklərdəki zəxirəm, ehtiyatım. Ey müsibətlərdəki ümidim. Ey vəhşətlərdəki munisim. Ey qürbətdəki yoldaşım. Ey nəmət sahibim. Ey qəmli halımdakı dadıma yetənim. Ey sərgərdan qaldığım vaxt yol göstərənim. Ey fəqirlik, ehtiyac, çağında məni qəni edən. Ey iztirar çağında mənim pənahım. Ey qorxu halında mənim kömək edənim. Ey qeybləri bilən, ey günahkarları bağışlayan, ey eybləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri mənəvi cəhətdən halbahal edən, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərlə üns tutan, ey qüssələri dağıdan, ey qəmləri aradan aparan. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm. Öz adına ey cəlil, sifətlərində kamil, ey cəmil, felləri gözəl, vəsfləri kamil, ey vəkil, kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən, ey kəfil, zamin, ey dəlil, düz yol göstərən, ey qəbil, ey müdil, qələbə və nüslətə yetirən, ey münil, əta edən, ey müqil, xətadan keçən, ey mühil, çarə, tədbir edən, ey sərgərdan qalanların yol göstərəni, ey fəryad edənlərin fəryadına yetən, ey imdada çağıranların imdadına yetişən, ey pənah istəyənlərə pənah verən, ey qorxanlara əminamanlıq verən,
ey möminlərin köməyi, ey miskinlərə rəhm edən, ey asilərin, günahkar bəndələrin pənahgahı, ey günhakarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən, ey ehsan və cud bəxşiş sahibi, ey fəzil və nəmət sahibi, ey əminamanlıq sahibi, ey qüds, paçlıq, müqəddəslik və sübham, münəzzəhlik sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və rizvan sahibi, razılığın yüksək dərəcəsi, ey höccət və bürhan sahibi, ey əzəmət və səltənət sahibi, ey rəhfət və kömək sahibi, ey əff və qüfran sahibi. 16. Ey hər şeyin Rəbbi, təkamülə doğru hidayət edəni, ey hər şeyin məbudu, ey hər şeyin xaliqi, ey hər şeyin icad edəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra qalan, ey hər şeyin fövqündə olan, ey hər şeyə alim olan kəs, ey hər bir şeyə qadir olan kəs, ey o kəs ki, hər şey fani olar və sən qalarsan. 17. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm, öz adına ey mömin, əminamanlıq bəxş edən, ey müheymin, məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən, ey mükəvvin, vücuda gətirən, ey müləqqin, başa salam, ey mübəyyin, bəyan edən, ey mühəvvin, asanlaşdıran, ey müməkkin, səltənət bəxş edən, sabit qədəm edən, ey müzəyyin, zinət verən, gözəlləşdirən, ey mülin, izhar edən, ey müqəssim. 18. Ey öz mülkündə müqim, nəzarətçi olan, ey öz səltənətində əzəli olan, ey öz cəlalında əzim olan, ey öz bəndələrinə rəhimli olan, ey hər bir şeyə əlim, elmli olan, ey ona qarşı məsiyyət edənlərə həlim olan, ey ona ümid bağlayanlara kərim olan, ey öz məxluqunda həkim, hikmətli, ey öz hikmətində lətif, ey öz lütfündə qədim, əzəli olan. 19. Ey o kəs ki, yalnız fəzlinə ümid dikilər, ey o kəs ki, yalnız əfvi istənlər, ey o kəs ki, yalnız yaxşılığına, ehsanına göz dikilər, ey o kəs ki, yalnız ədalətindən qorxarlar, ey o kəs ki, mülkündən başqa heç nə davamlı deyil, ey o kəs ki, sənin səltənətindən başqa heç bir səltənət yoxdur, ey rəhməti hər şeyi əhatə edən, ey rəhməti qəzəbini qabaqlayan, ey elmi hər bir şeyi əhatə edən, ey misli bərabəri olmayan kəs. 20. Ey qüssələri dağdan, ey qəmlilərin qəmini açan, sevinç bəxş edən, ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey məxluqun xaliqi, ey vədəsinə sadiq olan, ey əhdinə vəfa edən, ey sirlərə alim olan, ey çərdəyi yaran, ey cəmaata ruzi verən. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm. Öz adına ey Əli, ey Vəfi, ey Ғəni, bütün məxluqatın ona ehtiyaclı olduğu, ey Məli, ey Həfi, ey Rəzi, ey Zəki, ey Bədi, ey Qəvi, ey Vəli, ey gözəlliyi aşkar edən,
ey pislikləri örtən, ey bəndələrini günah və cinayətlərinə görə tənbih etməyən və pərdələri yırtmayan, ey əffi böyük olan, ey bağışlaması gözəl olan, ey məğfirəti geniş olan, ey rəhmət əllərini açan, ey gizli münacatlarla həmrah olan, ey bütün şikayətlərin qayıtdığı yer, ey sabiq nemət sahibi, ey vüsətli rəhmət sahibi, ey sabiq minnət sahibi, ey son dərəcə təkidli hikmət sahibi, ey kamil qüdrət sahibi, ey qəti höccət sahibi, ey zahir olan kəramət sahibi, ey daimi izzət sahibi, ey mətin qüvvə sahibi, ey nüsrətli əzəmət sahibi, ey asimanları vücuda gətirən, ey zülmətləri qərar verən, ey qəlbdən ağlayanlara rəhm edən, ey xətalardan keçən, ey pislikləri, eybləri örtən, ey ölüləri dirildən, ey ayələri nazil edən, ey həsənatı qat-qat artıran, ey pis əməlləri məhv edən, ey cəzası şiddətli olan. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm, öz adına ey müsəvvir, ey müqəddir, ey müdəbbir, ey mütəhhir, ey münəvvir, ey müyəssir, ey mübəşşir, ey münzir, ey müqəddim, öz rəhmətinə müvəffəq olmaqda qabağa salan, ey müəxxir, zəlil edib rəhmətindən axıra salan. Ey Beytül Həramın Rəbbi, ey Şəhrül Həramın Rəbbi, ey hörmətli vilayətin Rəbbi, ey rükün və məqamın Rəbbi, ey Məşəri Həramın Rəbbi, ey Məscidül Həramın Rəbbi, ey halal və haramın Rəbbi, ey nur və qaranlığın Rəbbi, ey təhiyyət və salamın Rəbbi, ey məxluqatda qüdrətin Rəbbi, ey hakimlərin ən yaxşı hökm edəni, ey ədalətlilərin ən ədalətlisi, ey doğruçuların ən doğruçusu, ey pakların ən pakı, ey xəlq edənlərin ən gözəli, ey hesab çəkənlərin ən sürətlisi, ey eşidənlərin ən yaxşı eşidəni, ey nəzər edənlərin ən bəsirətlisi, ey şəfa verənlərin ən yaxşı şəfa verəni, ey kəramətlilərin ən kəramətlisi, ey arxası olmayanların arxası, ey istinad yeri olmayanların istinad yeri, ey zəxirəsi olmayanların zəxirəsi, ey heç bir möhkəm pənahgahı olmayanların möhkəm pənahgahı, ey heç bir fəryada çatanı olmayanların fəryada çatanı, ey heç bir fəxri olmayanların fəxri, ey heç bir izzəti olmayanların izzəti, ey heç bir köməkçisi olmayanların köməkçisi, ey heç bir munisi olmayanların munisi, ey heç bir aman verəni olmayanların aman verəni. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm öz adına, ey Asim, ey Qaim, öz zatı əsasında mövcud olan hər bir nəfsə nəzarət edən, ey Daim, ey Rahim, ey Salim, ey Hakim, ey Alim, ey Qasim, yaxud onların nəsiblərini verən, ey Qabiz, ey Basit, öz rəhmət və bəxşişi ilə bəndələrinə ruzi müqəddər və vüsətli edən, ey İsmət, istəyənlərə ismət bəxş edən, ey rəhmət istəyənlərə rəhm edən, ey məğfirət istəyənləri bağışlayan, ey kömək istəyənlərə kömək edən, ey hifz olunmaq istəyənləri hifz edən,
Ey ikram olunmaq istəyənlərə ikram edən. Ey yol istəyənlərə yol göstərən. Ey fəryadına çatmasını istəyənlərin fəryadına yetən. Ey kömək istəyənlərin köməyi. Ey dadına yetişmək istəyənlərin dadına yetişən. Ey ismət, yəni günahdan amanda qalmaq istəyənlərə ismət bəxş edən. Ey rəhmət istəyənlərə rəhm edən. Ey məğfirət istəyənləri bağışlayan. Ey kömək istəyənlərə kömək edən. Ey hifz olunmaq istəyənləri hifz edən. Ey ikram olunmaq istəyənlərə ikram edən. Ey təkamül üçün yol istəyənlərə yol göstərən. Ey mürşid. Ey fəryadına çatmasını istəyənlərin fəryadına yetən. Ey kömək istəyənlərin köməyi. Ey dadına yetişmək istəyənlərin dadına yetişən. Ey zülm olunmayan əziz, yəni izzət sahibi. Ey lütfü əbədi olan lətif. Ey yatmayan qəyyum. Ey föftə getməyən daim. Ey ölməyən hey. Ey səltənəti zavala uğramayan məlik. Ey fani olmayan baqi. Ey cəhalətin yol tapmadığı alim. Ey təam verilməyən səməd. Ey zəifləməyən qəvi. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm öz adına ey əhəd, yedi zülmətin yol olmadığı nur, cəhalətin yolu olmayan elm. Ey vahid, yəni vücud, əql və dərkdə təcəzzi, yəni hissə olma və təkəssürün, yəni çoxluğun səhih olmadığı, hər bir cəhətdən vahid, yeganə. Ey şahid, yəni bütün işlərə nəzarət edən. Ey macid, yəni kərəm və izzət sahibi. Ey hamid, yəni təşəkkür edən. Ey raşid, yəni bəndələri, yəni məxluqları, onların öz mənfəətli işlərinə hidayət edib yol göstərən. Ey bais, yəni ölüləri dirildən. Ey varis, yəni məxluqatdan irs aparıb təkcə özü qalan. Ey zar, yəni xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən. Ey nafe, yəni istədiyi layiqli bəndələrə xeyir yetirən. Ey bütün əzimlərdən ən əzəmətli. Ey bütün kərimlərdən ən kərim. Ey bütün rəhimlilərdən ən rəhimli. Ey bütün alimlərdən ən elmli. Ey bütün həkimlərdən ən həkim. Ey bütün qədimlərdən ən qədim, yəni əzəli. Ey bütün kəbirlərdən ən böyük. Ey bütün lətiflərdən ən lətif. Ey bütün cəlillərdən ən cəlil. Ey bütün əzizlərdən ən əziz. Ey bağışlaması kərim olan. Ey minnəti, yəni neməti böyük olan. Ey xeyri çox olan. Ey fəzli qədim, yəni əzəli olan. Ey lütfü daim olan. Ey xilqəti lətif olan. Ey qəm-qüssəni dağdan. Ey bədhallığı, süst hallığı aradan qaldıran. Ey mülkün maliki, yəni sahibi. Ey haqqın qazisi. Ey öz əhdində vəfalı olan. Ey öz vəfasında qəvi, yəni qüvvəli olan. Ey öz qüvvəsində əli, yəni uca məqamlı olan. Ey öz uca məqamında qərib, yəni yaxın. Ey öz qürbündə, yəni yaxınlığında lətif. Ey öz lütfündə şərif. Ey öz şərəfində əziz. Ey öz izzətində əzim. Ey öz əzəmətində məcid. Ey öz məcidində həmid, yəni bəyənilən, həmd olunan. İlahi, həqiqətən mən səndən istəyirəm və səni and verirəm öz adına ey kafi, ey şafi, ey vafi, ey muafi, yəni əziyyət və xəstəlikdən qoruyan. Ey hadi, yəni hidayət edən. Ey dai, yəni dəvət edən. Ey qazi, ey razi,
yeni əmrini icra edən bəndələrdən razı olan. Ey Ali, ey Baqi, ey o kəs ki, bütün varlıqlar sənin müqabilində xazədir. Ey o kəs ki, bütün varlıqlar sənin müqabilində xazədir. Ey o kəs ki, bütün varlıqlar sənin üçün yaranıb. Ey o kəs ki, bütün şeylər sənin vasitənlə mövcud olur. Ey o kəs ki, bütün varlıqlar sənə tərəf qayıdır. Ey o kəs ki, bütün varlıqlar səndən, yeni əzəmətindən qorxur. Ey o kəs ki, bütün varlıqlar sənin səbəbinlə dayanıqlıdır. Ey o kəs ki, bütün varlıqlar sənə tərəf qayıdır. Ey o kəs ki, bütün varlıqlar həmdinlə sənə təsbih deyir. Ey o kəs ki, sənin vəkindən başqa bütün varlıqlar həlak, yeni məhv olur. Ey o kəs ki, səndən başqa yerə qaçış yeri yoxdur. Ey o kəs ki, səndən başqa kəsə tərəf sığınacaq yeri yoxdur. Ey o kəs ki, səndən başqa kəsə tərəf məqsəd, yeni qəsd olunan yer yoxdur. Ey o kəs ki, səndən başqa heç bir qurtuluş yeri yoxdur. Ey o kəs ki, səndən başqasına rəğbət bəslənməz. Ey o kəs ki, səndən başqa qüvvə və hövl əta edən yoxdur. Ey o kəs ki, səndən başqasından kömək istənilməz. Ey o kəs ki, səndən başqasına təvəkkül olunmaz. Ey o kəs ki, səndən başqasına ümid bağlanmaz. Ey o kəs ki, səndən başqasına ibadət, yeni pərəstiş olunmaz. Ey xof olunanların ən yaxşısı. Ey rəğbət olunanların ən yaxşısı. Ey istənilənlərin ən yaxşısı. Ey sual olunanların ən yaxşısı. Ey qəsd olunanların yeni məqsəd ən yaxşısı. Ey zikr olunanların ən yaxşısı. Ey şükür, yeni təşəkkür olunanların ən yaxşısı. Ey məhəbbət göstərilənlərin, yeni məhbubların, sevilənlərin ən yaxşısı. Ey çağırılanların ən yaxşısı. Ey üns tutulanların ən yaxşısı. İlahi, səndən istəyirəm və səni and verirəm. Öz adına ey qafir, bağışlayan. Ey satir, eybləri örtən. Ey qadir, hər işə qüdrət olan. Ey qahir, qəhr və qələbə sahibi. Ey fatir, xəlq edən, ixtira edən. Ey kasir, bəndələrə məhəbbət qanadlarını açan, yaxud bəndələrin fikrini yaxşı fikirlərə döndərən. Ey cabir, bəndələrin nöqsanlarını aradan qaldıran, yaxud bəzi işlərə məcbur edən. Ey zakir, ey nazir, ey nasir. Ey xəlq edib dərhal normal hala salan. Ey müqəddər edib dərhal hidayət edən. Ey bəlaları aradan qaldıran. Ey gizli pıçıltıları, münacatı eşidən. Ey qərq olanları xilas edən. Ey həlak olanlara nicat verən. Ey xəstələrə şəfa bəxş edən. Ey ağladıb və güldürən. Ey öldürən və dirildən. Ey cüt varlıqları, erkək və dişini yaradan. Ey quruda və dəryada yolu olan. Ey asimanlarda nişanələri, möcüzələri olan. Ey nişanələrdə bürhanı olan. Ey ölülərdə qüdrəti olan. Ey qəbirlərdə ibrəti olan. Ey qiyamətdə mülkü, səltənəti olan. Ey hesabda heybəti olan. Ey mizanda qəzavəti, hökmü olan. Ey cənnətdə savabı olan. Ey odda, cəhənnəmdə cəzası olan. Ey o kəs ki, qorxanlar yalnız sənə tərəf qaçar. Ey o kəs ki, günahkarlar yalnız sənə tərəf pənah gətirər.
Ey o kəs ki, tövbə edənlər yalnız sənə tərəf qayıtmağı qəsd edər. Ey o kəs ki, zöhd əhli yalnız sənə rəğbət edər. Ey o kəs ki, sərgərdan, heyrətdə qalanlar yalnız sənə tərəf pənah gətirər. Ey o kəs ki, müridlər yalnız sənin vasitənlə üns bağlayarlar. Ey o kəs ki, mühiblər, səni sevənlər yalnız səninlə fəxr edər. Ey o kəs ki, xəta edənlər yalnız sənin əffinə göz dikərlər. Ey o kəs ki, əhli yəqin yalnız sənə tərəf məskunlaşar. Ey o kəs ki, təvəkkül edənlər yalnız sənə təvəkkül edənlər. İlahi, səndən istəyirəm və səni and verirəm. Öz adına, ey Həbib, bəndələrə nəmət verib, öz itayətinə müvəffəq edən, razı olduğu dinə, İslama hidayət edən. Ey təbib, ey qərib, yaxın, ey rəqib, heç nəyin ondan yayınmadığı keşikçi. Ey həsib, kifayət edən. Ey mühib, heybətli. Ey müğis, pənah verən. Ey mücib, icabət edən. Ey xəbir, olmuş və olacaq şeylərə alim olan, heç nəyin ondan qayıb olmadığı, heç nəyin ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan. Ey bəsir, varlıqların hamısını heç nəyə ehtiyacı olmadan müşahidə edən, zahir və batinləri görən, hər şeyin kamal sifətləri onun üçün aşkar olan. Ey bütün qəriblərdən ən qərib, yaxın. Ey bütün həbiblərdən ən sevimli. Ey bütün bəsirətlilərdən ən bəsirətli, agah. Ey bütün xəbirlərdən ən xəbir. Ey bütün şəriflərdən ən şərafətli. Ey bütün uca məqamlılardan ən uca məqamlı. Ey bütün qüvvəlilərdən ən qüvvəlisi. Ey bütün qənilərdən ən qəni. Ey bütün ehsan sahiblərindən ən çox ehsan edən. Ey bütün rəuflardan, mehir məhəbbətlilərdən ən rəuf. Ey məğlub edilməyən qalib. Ey özü ixtira olunmayan ixtiraçı. Ey özü xəlq olunmayan xaliq. Ey heç kimin mülkiyyətində olmayan malik. Ey heç kəsin zəfər çala bilmədiyi qahir. Ey kimsənin məqamını yüksəyə qaldırmadığı uca məqamlı. Ey özünün hifz olunmasına ehtiyacı olmayan hafiz. Ey heç kəsin köməyinə ehtiyacı olmayan köməkçi. Ey heç nədən qayib olmayan şahid. Ey heç nədən uzaq olmayan qərib. Ey nurun nuru, ey nuru nurlandıran, ey nuru xəlq edən, ey nuru tədbirli edən, ey nuru müqəddər edən, ey hər bir nurun nuru, ey hər bir nurdan öncə olan nur, ey hər bir nurdan sonra qalan nur, ey hər bir nurun fövqündə olan nur, ey misli bərabəri olmayan nur, ey ətası şərif olan, ey feili lətif olan, ey lütfü əbədi olan, ey ehsanı qədim olan, ey sözü haqq olan, ey vədəsi doğru olan, ey əfvi fəzilət olan, ey əzabı ədalət olan, ey zikri şirin olan, ey fəzli ümumi olan. İlahi, səndən istəyirəm və səni and verirəm öz adına ey müsəhhil, ey müfəssil, ey mübəddil, ey müzəllil, ey münəzzil, ey münəvvil, müfəzzil, ey müczil, ey mümhil, ey mücmil,
Ey görən və özü görünməyən, ey xəlq edən və özü xəlq olunmayan, ey hidayət edən və özü hidayətdən ehtiyatsız olan, ey dirildən və özü həmişə diri olan, ey soruşan və özü isə soruşulmayan, ey təam verən və özü təam verilməkdən ehtiyatsız olan, ey pənah verən və özü pənah verilməkdən ehtiyatsız olan, ey qəzavət edən və özü qəzavət olunmayan, ey hökm edən və ona hökm edilməyən, ey doğmayan, doğulmayan, tayı bərabəri olmayan, ey gözəl həsib, ey gözəl təbib, ey gözəl rəqib, ey gözəl qərib, ey gözəl mücib, ey gözəl həbib, öz itayətinə müvəffəq edən, razı olduğu dinə hidayət edən, ey gözəl kəfil, ey gözəl vəkil, ey gözəl mövla, ey gözəl nəsir, ey ariflərin sevinç, ey mühiblərin arzusu, ey müridlərin munisi, ey tövbə edənlərin dostu, ey fəqirlərə ruzi yetirən, ey günahkarların ümidi, ey abidlərin gözlərinin aydınlığı, ey qüssəlilərin qüssəsini dağıdan, ey qəmlilərin qəmini aradan aparan, ey əvvəl və axırdakıların məbudu. İlahi, səndən istəyirəm və səni and verirəm öz adına ey Rəbbimiz. Ey məbudumuz, ey seyyidimiz, ey mövlamız, ey köməkçimiz, ey hafizimiz, ey dəlilimiz, ey köməkçimiz, ey həbibimiz, ey təbibimiz, ey peyğəmbərlərin və yaxşı insanların Rəbbi, ey siddiqlərin və xeyirxah insanların Rəbbi, ey cənnət və cəhənnəmin Rəbbi, ey kiçiklərin və böyüklərin Rəbbi, ey dənələrin və meyvələrin Rəbbi, ey çayların və ağacların Rəbbi, ey səhraların və biyabanların Rəbbi, ey quru və sulu yerlərin Rəbbi, ey gecə və gündüzün Rəbbi, ey gizli və aşkar şeylərin Rəbbi, ey əmri hər bir şeydə nüfuz edən, ey elmi hər bir şeyə layiq olan, ey qüdrəti hər bir şeyə çatan, ey o kəs ki, bəndələr nemətlərini sayıb qurtara bilməz, ey o kəs ki, məxluqlar şükrünün öhdəsindən gələ bilməz, ey o kəs ki, şüurlar sənin cəlalını dərk edə bilməz, ey o kəs ki, şuur və vəhm qüvvəsi sənin zatına çatmaz, ey əzəmət və kibriya ilə birgə olan, ey o kəs ki, bəndələr sənin hökmünü geri qaytara bilməz, ey o kəs ki, sənin mülkündən başqa bir mülk yoxdur, ey o kəs ki, sənin ətandan başqa bir əta yoxdur, ey o kəs ki, əla məsəl sənə məxsusdur, ey o kəs ki, əla sifətlər sənə məxsusdur, ey o kəs ki, axirət və dünya sənə məxsusdur, ey o kəs ki, cənnət-i məva sənə məxsusdur, ey o kəs ki, böyük ayələr, əlamət və nişanələr, möcüzələr sənə məxsusdur, ey o kəs ki, ən gözəl adlar sənə məxsusdur, ey o kəs ki, hökm və qəza-vü qədər, qəzavət sənə məxsusdur, ey o kəs ki, hava və fəza sənə məxsusdur, ey o kəs ki, ərş və yer sənə məxsusdur, ey o kəs ki, uca asimanlar sənə məxsusdur. İlahi, səndən istəyirəm və səni and verirəm, öz adına, ey əfüv, sağlamlıq bəxş edən,
üqubəti, intiqamı tərk edən. Ey Qəfur, bağışlaması çox olan. Ey Səbur, üsyankarları cəzalandırmaqda tələsməyən. Ey Şəkur, hətta azacıq itaətə də qiymət verən. Ey Rəuf, öz lütfləri ilə bəndələrə rəhimli, mehriban olan. Ey Ətuf, mehr məhəbbəti bəndələrinə başdan ayağa şamil olan. Ey Məs'ul, istənilən. Ey Vədud, övliyaullahların qəlbində məhbub, sevilən, yaxud salih bəndələri sevən. Ey Sübbuh, eyblərdən pak. Ey Quddus, müqəddəs. Ey əzəməti asimanlarda olan. Ey əlamət və nişanələri yerdə olan. Ey hər bir şeydə dəlilləri olan. Ey dəryalarda əcaibi, qəribəlikləri olan. Ey dağlarda xəzinələri olan. Ey xilqəti başlayıb, sonra qaytaran, sona çatdıran. Ey o kəs ki, bütün işlər sənə tərəf qaydır. Ey lütfünü hər şeydə aşkar edən. Ey hər bir şeyin xilqətini gözəl edən. Ey qüdrəti bütün məxluqatda təsərrüf edən. Ey heç bir həbibi olmayanların həbibi. Ey heç bir təbibi olmayanların təbibi. Ey heç bir icabət edəni olmayanların icabət edəni. Ey heç bir şəfiqi, şəfqət göstərəni olmayanların şəfiqi. Ey heç bir rəfiqi olmayanların rəfiqi. Ey heç bir dad fəryada çatanı olmayanların dad fəryadına çatan. Ey heç bir dəlili, yol göstərəni olmayanların yol göstərəni. Ey heç bir ənisi, üns tutanı olmayanların üns tutanı. Ey heç bir rəhm edəni olmayanların rəhm edəni. Ey heç bir sahibi olmayanların sahibi. Ey ondan kifayət, qənilik istəyənlərə kifayət edən. Ey ondan hidayət olunmaq istəyənlərin hidayət edəni. Ey ondan hifz olunmaq istəyənlərin hifz edəni. Ey ondan qorunmaq istəyənləri qoruyan. Ey ondan şəfa istəyənlərə şəfa verən. Ey ondan qəzavət, hökm, mühakimə istəyənlərin hökm edəni. Ey ondan qəni olmaq istəyənləri qəni, ehtiyatsız edən. Ey ondan əhdə vəfa istəyənlərin əhdinə vəfa edən. Ey ondan qüvvəli olmaq istəyənləri qüvvəli edən. Ey ondan dostluq istəyənlərin dostu, vəlisi. İlahi, səndən istəyirəm və səni and verirəm. Öz adına ey Xaliq, ey Razik, ey Natiq, ey Sadiq, ey Faliq. Gecənin zülmətini gündüzün nuru ilə yaran. Ey Fariq, ey Fatiq, ey Ratiq, ey Sabiq, ey Samiq, ey gecə və gündüzü bir-birinə çevirən, ey zülmətləri və nurları qərar verən, ey gölgəni və yandırıcı küləyi xəlq edən, ey günəşi və ayı müsəxxər edən, ey xeyri və şəri müqəddər edən, ey ölümü və həyatı xəlq edən, ey əmrin və xəlqin sahibi, ey özü üçün həyat yoldaşı və övlad seçməyən, ey o kəs ki, sənin mülkündə heç bir şərik yoxdur. Ey o kəs ki, zillətə düşməzsən ki, zillətdən qurtaracaq bir vəli olsun. Ey müridlərin muradını bilən, ey susanların batinindən agah olan, ey zəiflərin səslərini eşidən, ey hər şeyini itirənlərin hay-hay ağlamaqlarını görən, ey istəyənlərin hacətlərinə malik olan, ey tövbə edənlərin üzürlərini qəbul edən, ey müfsidlərin əməllərini islah etməyən,
ey ehsan sahiblərinin əcrini zayi etməyən, ey ariflərin qəlblərindən uzaq olmayan, ey ehsan edənlərin ən yaxşısı, ey bəqası daim olan, ey duanı eşidən, ey ətası vüsətli olan, ey xətaları bağışlayan, ey asimanları vücuda gətirən, ey imtihanı gözəl olan, ey sənası cəmil olan, ey uca məqamı qədim olan, ey vəfası çox olan, ey cəzası şərif olan. İlahi, səndən istəyirəm və səni and verirəm, öz adına ey Səttar, ey Cəffar, ey Qəhhar, ey Cəbbar, onların hallarını, çatışmamazlıqlarını islah edən, ey Səbbar, ey Bar, ey Muxtar, ey Fəttah, ey Nəffah, ey Murtah, ey o kəs ki, unudulmayan zikr sənin üçündür. Ey o kəs ki, heç vaxt söndürülə bilməyən nur sənin üçündür. Ey o kəs ki, sayılıb qurtara bilməyən nəmətlər sənin üçündür. Ey o kəs ki, zavala uğramayan mülk sənə məxsusdur. Ey o kəs ki, saya gəlməyən təriflər sənə məxsusdur. Ey o kəs ki, sənin cəlalın bir haldan başqa hala keçmir. Ey o kəs ki, sənin kamalını heç kəs dərk edə bilməz. Ey o kəs ki, sənin hökmün geri qaytarılmaz. Ey o kəs ki, biri digəri ilə dəyişməyən sifətlər yalnız sənə məxsusdur. Ey o kəs ki, dəyişilməyən gözəl, sabit sifətlər yalnız sənə məxsusdur. Ey aləmlərin Rəbbi, ey qiyamət gününün mütləq maliki, ey onu istəyənlərin istəyinin son nöqtəsi, ey pənah axtaranların arxası, ey qaçanları tapan, ey səbirliləri sevən, ey çox tövbə edənləri sevən, ey paçlıq istəyənləri sevən, ey ehsan sahiblərini sevən, ey hidayət olanlara agah olan. İlahi, səndən istəyirəm və səni and verirəm. Öz adına, ey Şəfiq, ey Rəfiq, ey Həfi, ey Mühit, ey Müğis, ey Müiz, ey Müzil, ey Mübdi, ey Müid, ey ziddi olmayan əhəd, ey şəriki olmayan fərd, ey eybi olmayan səməd, ey keyfiyyəti olmayan vitir, ey zülm etməyən qazi, ey vəziri olmayan Rəbb, ey zillət qəbul etməyən əziz, ey fəqirliyi olmayan ғəni, ey mülkündən kənarlaşdırılmayan məlik, ey oxşarı olmayan möfsuf, ey o kəs ki, zikrin zikr edənlərə şərəfdir, ey o kəs ki, şükürün şükür edənlərə nicatdır, ey o kəs ki, həmd sənan həmd edənlərə izzətdir, ey o kəs ki, sənə itaət etmək mütilərə nicatdır, ey o kəs ki, sənin qapın axtaranlara açıqdır, ey o kəs ki, sənin yolun tövbə edib qaydanlara aşkardır, ey o kəs ki, sənin ayələrin nəzər edənlərə bürhandır, ey o kəs ki, sənin kitabın müttəqilər üçün təzkiyədir, ey o kəs ki, sənin ruzun həm itayət edənlərə, həm də üsyankarlara şamildir, ey o kəs ki, sənin rəhmətin ehsan sahiblərinə yaxındır. Ey məni xəlq edib, xilqətimi ədalətlə kamil edən, ey mənə ruzi verib tərbiyə edən, ey mənə təam verib su ilə sirab edən, ey məni özünə yaxınladıb ən yaxşı yerdə qərar verən, ey mənə ismət bəxş edib kifayət edən, ey məni hifz edib qoruyan, ey mənə izzət bəxş edib
qəni edən, ey məni müvəffəq edib hidayət edən, ey mənimlə üns tutub pənah verən, ey məni öldürüb dirildən, ey öz kəlmələri ilə haqqı izhar və təsbit edən, ey öz bəndələrindən tövbəni qəbul edən, ey bəndənin qəlbi ilə onun özü arasında fasilə salan, ey o, kəs ki, səni iznin olmadan şəfaət fayda verməz, ey düz yoldan azanlara agah olan, ey o, kəs ki, hökmün üçün heç bir təqib edən yoxdur, ey o, kəs ki, qəzavətini rədd edən olmaz, ey o, kəs ki, bütün şeylər sənin əmrin müqabilində mütidir, ey o, kəs ki, asimanlar sənin qüdrət əlinlə təsvir olunub, ey o, kəs ki, küləkləri öz rəhmətin sayəsində müjdə olaraq göndərirsən, ey yerləri açıb döşəmə qərar verən, ey dağları mıxlar qərar verən, ey günəşi çıraq qərar verən, ey ayı nur qərar verən, ey gecəni libas qərar verən, ey gündüzü məaş qərar verən, ey yuxunu səbat və rahatlıq qərar verən, ey asimanı bina qərar verən, ey əşyaları cüt-cüt qərar verən, ey cəhənnəm odunu pusqu qərar verən. İlahi, səndən istəyirəm və səni and verirəm öz adına, ey Səmi, ey Şəfi, ey Rəfi, ey məni, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən, ey Səri, ey Bədi, ey Kəbir, ey Qədir, nə əskik, nə də artıq istədiyini hökm edən, ey Xəbir, heç nəyin ondan qayıb olmadığı, heç nəyin ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan, ey Mücir, ey bütün dirilərdən öncə diri olan, ey bütün dirilərdən sonra diri olan, ey heç bir diri, tayı bərabəri olmayan diri, ey heç bir dirinin şəriki olmadığı diri, ey heç bir diriyə ehtiyacı olmayan diri, ey bütün diriləri öldürən diri, ey bütün dirilərə ruzu verən diri, ey həyatda kimdənsə irs aparmayan diri, ey ölüləri dirildən diri, ey həy, ey qəyyum, ey o kəs ki, unudulmayan zikr sənin üçündür, ey o kəs ki, heç vaxt söndürülə bilməyən nur sənin üçündür, ey o kəs ki, sayılıb qurtara bilməyən nəmətlər sənin üçündür, ey o kəs ki, zavala uğramayan mülk sənə məxsusdur, ey o kəs ki, saya gəlməyən təriflər sənə məxsusdur, ey o kəs ki, sənin cəlalın bir haldan başqa hala keçmir, ey o kəs ki, sənin kamalını heç kəs dərk edə bilməz, ey o kəs ki, sənin hökmün geri qaytarılmaz, ey o kəs ki, biri digəri ilə dəyişməyən sifətlər yalnız sənə məxsusdur, ey o kəs ki, dəyişilməyən gözəl, sabit sifətlər yalnız sənə məxsusdur, ey aləmlərin Rəbbi, ey qiyamət gününün mütləq maliki, ey onu istəyənlərin istəyinin son nöqtəsi, ey pənah axtaranların arxası, ey qaçanları tapan, ey səbirliləri sevən, ey çox tövbə edənləri sevən, ey paçlıq istəyənləri sevən, ey ehsan sahiblərini sevən, ey hidayət olanlara agah olan. İlahi, səndən istəyirəm və səni and verirəm. Öz adına, ey Şəfiq, ey Rəfiq, ey Həfi, ey Mühit, ey Müğis, ey Müiz, ey Müzil, ey Mübdi, ey Müid, ey ziddi olmayan əhəd, ey şəriki olmayan fərd, ey eybi olmayan səməd, ey keyfiyyəti olmayan vitir, ey zülm etməyən qazi, ey vəziri olmayan Rəbb, ey zillət qəbul etməyən əziz,
ey fəqirliyi olmayan qəni, ey mülkündən kənarlaşdırılmayan məlik, ey oxşarı olmayan mövsuf, ey o kəs ki, zikrin zikr edənlərə şərəfdir, ey o kəs ki, şükürün şükür edənlərə nicatdır, ey o kəs ki, həmd sənan həmd edənlərə izzətdir, ey o kəs ki, sənə itaət etmək mütilərə nicatdır, ey o kəs ki, sənin qapın axtaranlara açıqdır, ey o kəs ki, sənin yolun tövbə edib qaydanlara aşkardır, ey o kəs ki, sənin ayələrin nəzər edənlərə bürhandır, ey o kəs ki, sənin kitabın müttəqilər üçün təzkiyədir, ey o kəs ki, sənin ruzun həm itaət edənlərə, həm də üsyankarlara şamildir, ey o kəs ki, sənin rəhmətin ehsan sahiblərinə yaxındır, ey o kəs ki, sənin adın mübarəkdir, ey o kəs ki, sənin feyzin, əzəmətin alidir, ey o kəs ki, səndən başqa bir məbud yoxdur, ey o kəs ki, sənin sitayişin, tərifin cəlalətlidir, ey o kəs ki, sənin adların müqəddəsdir, ey o kəs ki, sənin bəqan davamlıdır, ey o kəs ki, əzəmət sənin ünsiyyətindir, ey o kəs ki, kibriya sənin zatını əhatə edib, ey o kəs ki, sənin batini, nəmətlərin saya gəlməz, ey o kəs ki, sənin zahiri nəmətlərin saya gəlməz, İlahi, səndən istəyirəm və səni and verirəm öz adına, ey muin, kömək edən, ey əmin, əminamanlıq bəxş edən, ey mubin, möcüzələri, ayələri bəyan edən, ey mətin, hər şeyə qüdrəti çatan, qüdrətli, ey məkin, uca məqamlı, əzəmətli, ey rəşid, bəndələri, onların xeyirli işlərinə yol göstərən, ey həmid, bütün məxluqat tərəfindən həmd və sənaya, tərifə layiq görülən, ey məcid, məcd və əzəmət sahibi, ey şədid, cəzalandırmaqda şiddətli, qüvvəsi şiddətli olan, ey şəhid, heç nəyin ondan qeybdə olmadığı kəs, ey əzəmətli əş sahibi, ey möhkəm və haqq söz sahibi, ey rəşid, kamala yetirən, fel sahibi, ey şiddətli bəç, sürətlə cəzalandırmaq sahibi, ey vəd, xoş müjdə və vəid, qorxulu müjdə sahibi, ey vəli, ixtiyar sahibi və dost və həmid, bütün məxluqat tərəfindən tərifə layiq görülən, ey istədiyi görən işləri görməkdə fəal, ey uzaq olmayan qərib, ey hər bir şeyə şahid, ey öz bəndələrinə zülm etməyən kəs, ey o kəs ki, heç bir şərikin yoxdur, ey o kəs ki, heç bir vəzirin yoxdur, ey o kəs ki, heç bir bənzərin yoxdur, ey o kəs ki, heç bir mislin yoxdur, ey günəşi və nurlu ayı xəlq edən, ey fəqir və şiddətli müsibət görəni, bədalı, xoflu müflisi, qəni edən, ey səğir uşağa ruzu verən, ey ahıl qocaya rəhm edən, ey sınıqlıqları, sınıq sümükləri bərpa edən, ey qorxub pənah axtaranların isməti, pənahı, ey öz bəndələrinə xəbir və bəsir olan, ey hər bir işə qüdrətli olan, ey cud və nəmət sahibi, ey fəzl və kərəm sahibi, ey löv və qələmin sahibi, ey nəfsləri və zərləri xəlq edən, ey əzab və cəza sahibi, ey ərəb və əcəmə ilham edən, ey bədallığı və qəm-qüssəni, kədəri aradan aparan, ey sirləri və niyyətləri bilən, ey beytin və hərəmin Rəbbi,
ey əşyaları, şeyləri, varlıqları yoxdan yaradan İlahi, səndən istəyirəm və səni and verirəm. Öz adına ey fail, işləri görən, ey cail, qərar verən, ey qabil, qəbul edən, ey kamil, zatında və sifətlərində kamil, ey fasil, ayıran, ey vasil, çatdıran, yetirən, ey adil, ey qalib, qələbə sahibi, ey talib, tələb edən, ey vahid, ey öz fəzil, qüdrət, vüsət və qəniliyi ilə nəmət verən, ey öz cudu, ehsan və kəraməti, inayət etməklə bəndəni ikram edən, ey öz lütfi ilə ehsan edən, ey öz qüdrətində izzətli, məğlub edilməz, yenilməz olan, ey öz tədbiri, hikmətli idarəçiliyi ilə hökm edən, ey öz elmi ilə tədbir edən, ey öz helmi ilə bağışlayan, ey öz ülüvündə yaxın olan, ey öz yaxınlığında ülvi olan, ey istədiyi şeyləri xəlq edən, ey istədiyi işləri edən, ey istədiyi yaxşı bəndələri hidayət edən, ey pis bəndələrdən istədiyini zəlalətə salan, ey günahkar bəndələrdən istədiyinə əzab verən, ey istədiyi şəxsləri bağışlayan, ey istədiyi bəndələrə izzət bəxş edən, ey istədiyi bəndələrə zillət paltarı geydirən, ey anaların bətnində istədiyi surətləri təsvir edən, ey öz istədiyi bəndələrə rəhmətini şamil edən, ey özü üçün həyat yoldaşı və övlad seçməyən, ey hər bir şey üçün qədər qərar verən, ey öz hökmündə heç kəsi şərik etməyən, ey mələikələri, rəsullar, göndərilənlər qərar verən, ey asimanda bürçlər qərar verən, ey yeri qərarlaşmış edən, ey sudan, nütfə suyundan, bəşər xəlq edən, ey hər bir şey üçün son, axır qərar verən, ey elm cəhətindən hər bir şeyi əhatə edən, ey hər bir şeyin ədədini, qədərini sayan. İlahi, səndən istəyirəm və səni and verirəm. Öz adına ey əvvəl, vücudda heç kəsin ondan qabağa keçmədiyi, ey axir, hər şeyin məhv olub, yaxud dəyişdiyi halda zatı və sifəti dəyişilməyən, ey zahir, vəhdaniyyət və rübubiyyətinə dəlalət edən nişanələr səbəbilə aşkar olan, ey batin, məxluqatın göz və dərkindən gizlin olan, ey bər, sadiq, doğruçu, adəti ehsan olan, ey həqq, ey fərd, tək, ey vitir, yeganə, ey səməd, alicənablıqda ən yüksək məqamda olan və hamının möhtac olduğu kəs, ey sərməd, qət olmayan, davamlı, əbədi, ey tanınmışların ən yaxşısı, ey ibadət olunan məbudların ən fəzilətlisi, ey şükr olunan məşkurların ən cəlalətlisi, ey zikr olunan məskurların ən izzətlisi, ey tərif olunan məhmudların ən əlası, ey tələb olunan mövcudların ən qədimisi, əzələsi, ey vəsf olunan mövsufların ən uca məqamlısı, ey qəsd, niyyət, olunan məqsədlərin ən böyüyü, ey soruşulan, istənilən, məhsulların ən kəramətlisi, ey tanınan məhbubların ən əşrəfi, ey ağlayanların həbibi, ey təvəkkül edənlərin ağası,
ey xalqı düz yoldan azdıranları hidayət edən, ey möminlərin vəlisi, ixtiyar sahibi, ey zikr edənlərin munisi, ey fəryad edən məzlumların pənahgahı, ey doğrusulara nicat verən, ey qadirlərin ən qüdrətlisi, ey alimlərin ən biliklisi, ey bütün məxluqatın ilahisi, ey ali, uca məqam olub qəhr edən, ey malik olub qüdrətli olan, ey batin olub agah olan, ey ibadət olunub şükr edən, əvəz verən, ey ona qarşı üsyan edənləri, günahkarları bağışlayan, ey o kəs ki fikirlər səni dərk edə bilməz, ey o kəs ki gözlər səni görə bilməz, ey o kəs ki heç bir iz səndən gizli deyil, ey bəşərin ruzi verəni, ey hər bir qədəri, ölçünü müqəddər edən. İlahi, səndən istəyirəm və səni and verirəm, öz adına ey hafiz, ey bare, xəlq edən, ey zare, xəlq etdiyini izhar edən, ey bazix, ali, ey faric, fərəc və asudəlik, genişlik yetirən, ey fatih, ey kaşif, qəm-qüssəni aradan qaldıran, ey zamin, ey amir, əmr edən, ey nahi, nəhy edən, ey o kəs ki səndən başqa bir kəs qeybi bilmir, ey o kəs ki səndən başqa heç kəs bədhallığı, pisliyi aradan qadırmır. Üçü o kəs ki səndən başqa bir kəs məxluqatı xəlq etmir. Ey o kəs ki səndən başqa bir kəs günahı bağışlamır. Ey o kəs ki səndən başqa bir kəs nemət tamamlamır. Ey o kəs ki səndən başqa bir kəs qəlbləri yaxşılığa doğru haldan hala salmır. Ey o kəs ki səndən başqa bir kəs əmri, lövh-ü məhfuzdakı işləri tədbir etmir. Ey o kəs ki səndən başqa bir kəs yağış nazil etmir. Ey o kəs ki səndən başqa bir kəs bəndələrə ruzi vermir. Ey o kəs ki səndən başqa bir kəs ölüləri diriltmir. Ey zəiflərin köməkçisi, ey qəriblərin sahibi, həmsöhbəti, ey övliyalara nüsrət əta edən, ey düşmənlərə qəhr edən, qalib olan, ey səmanı ucaldan, ey seçilmiş bəndələrin ənisi, ey pak, təqvalı, təqiyyi, insanların həbibi, ey fəqirlərin xəzinəsi, ey qənilərin ilahisi, ey kərimlərin ən kərimlisi, ey yaxşı bəndələrini hər şeydən kafi, qəni edən, ey hər şeyə qaim, nəzarətçi, ey o, kəs ki heç nə sənə bənzəmir, ey o, kəs ki sənin mülkündə heç bir şey artmır, ey o, kəs ki heç nə sənə məxfi deyil, ey o, kəs ki heç nə sənin xəzinələrini azaltmır, ey o, kəs ki heç bir şey sənin mislin deyil, ey o, kəs ki sənin elmindən bir şey azalmır, aradan getmir, ey o, kəs ki hər bir şeyə xəbərdarsan, ey o, kəs ki sənin rəhmətin hər şeyi əhatə etmişdir. İlahi, səndən istəyirəm və səni and verirəm. Öz adına ey mükrim, ikram edən, əzizləyən, ey mütim, təam verən, ey münim, nemət verən, ey müti, əta edən, ey müğni, qəni edən, ey müqni, əta edən, ey müfni, fani edən, ey mühyi, dirildən, ey mürzi, razı edən, ey münci, nicat verən,
Ey hər şeyin əvvəli və axırı, ey hər şeyin ilahisi və məliki, ey hər şeyin Rəbbi və düzəldəni, ey hər şeyin yaradanı və xaliqi, ey hər şeyin qabizi, hikmət əsasında bəzi şeydən məhrum edəni və basiti, öz rəhmət və bəxşişi ilə hər şeyə ruzi müqəddər və vüsətli edən, ey hər şeyi icad edib sona çatdıranı, ey hər şeyi inşa və müqəddər edəni, ey hər şeyi vücuda gətirib və hərəkət və qüvvə verəni, ey hər bir şeyi dirildib və öldürən, ey hər bir şeyin xaliqi və varisi, ey zakir və məzkurun ən yaxşısı, ey şakir və məşkurun ən yaxşısı, ey hamid, həmd və tərif edənin və məhmudun, tərif olunanın ən yaxşısı, ey şahid və məşhudun ən yaxşısı, ey çağıran və çağırılanın ən yaxşısı, ey icabət edən və icabət olunanın ən yaxşısı, ey munis və ənisin ən yaxşısı, ey sahib və yoldaşın ən yaxşısı, ey qəsd olunan və tələb olunanın ən yaxşısı, ey həbib və məhbubun ən yaxşısı, ey onu çağıranlara cavab verən, icabət edən, ey ona itaət edənlərə həbib, ey onu sevənlərə yaxın, ey ondan hifz olunmaq istəyənlərin keşikçisi, ey ona ümid bəsləyənlərə kərim, ey ona qarşı üsyan edənlər həlim, ey öz əzəmətində rəhim, ey öz hikmətində əzəmətli, ey öz ehsanında qədim, əzəli, ey onu istəyənlərə elmli. İlahi, səndən istəyirəm və səni and verirəm, öz adına ey müsəbbib, bütün işlərə səbəb yaradan, ey mürəğqib, yaxşı işlərə rəğbətləndirən, ey müqəllib, qəlbləri haldan hala salan, ey müəqqib, təqib edən, ey mürəttib, tərtibə salan, ey müxəvvif, qorxudan, ey mühəzzir, bərhəzər edən qorxudan, ey müzəkkir, yada salan, xatırladan, ey müsəxxir, ram edən, ey müğəyyir, dəyişdirən, ey elmi, hər şeyə şamil olan, ey vədəsi sadiq olan, ey lütfü zahir olan, ey əmri qalib olan, ey kitabı möhkəm olan, ey qəzası, hökmü gerçəkləşən, ey Quranı məcid olan, ey mülkü qədim olan, ey fəzli ümumi olan, ey ərşi əzəmətli olan, ey o kəs ki, bir şeyi eşitmək, başqa şeyi eşitməyə mane olmaz. Ey o kəs ki, bir işi, feili görmək, başqa iş görməyə mane olmaz. Ey o kəs ki, bir danışıq, başqa danışığın qarşısını almaz. Ey o kəs ki, bir sual səni o biri sualda səhvə salmaz. Ey o kəs ki, bir şeyi görmək, o bir şeyi görməyə mane olmaz. Ey o kəs ki, sual edənlərin, istəyənlərin, suallarının çoxluğu səni aciz etməz. Ey o kəs ki, sən müridlərin muradının sonusan. Ey o kəs ki, sən ariflərin səylərinin son nöqtəsisən. Ey o kəs ki, tələb edənlərin tələblərinin sonusan. Ey o kəs ki, aləmdə heç bir zərrə səndən gizli deyil. Ey tələsməyən həlim, helimli. Ey paxıllıq etməyən cəvad, bəxşiş sahibi. Ey vədəsinə xilaf etməyən sadiq. Ey əta etdiyini geri almayan, yaxud əta etdiyindən peşman olmayan Vəhhab. Ey məğlub olmayan qahir. Ey layiqincə vəsf edilə bilməyən əzim. Ey zülm etməyən adil. Ey heç nəyə ehtiyacı olmayan cəni. Ey kiçilməyən kəbir.
Ey hifz etdiyi şeylərdən qafil olmayan Hafiz! Pak və münəzzəhsən, səndən başqa heç bir məbud yoxdur. Pənah ver bizə, pənah ver bizə, bizi oddan xilas et, ey Rəbb!